Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bugün Vüsalə Əzadənin verişində Xəzər TV-də Tacir çıxıb Şahmalıoğlu. Başından böyük danışır, özü də, oğlu da, belə sən necədir? Mənə keçən dəfə ATV-də söz dedi, sonra birisi kanallarda da bunun dərsini verdim, yaxşı mənada cavabını verdim. Sonra da mən zəh vurdu ki, mən şəkərim var, belədir. Gördüm, yığır mən deyim, yaxşı Tacir, sən məndən böyüksən, yaşça, 61 yaşın içindəsən, mənim də 42 yaşım var, 43 keçmişəm, sən yaş fərqimiz var. Yəni nəysə, Allah şeytan nəhlət eləsin. Dedim, istəm axıra qədər gedək. Amma dedi, yox, istəmirəm. Dedim, onda mənim adımı çəkmək verərdə, mənim də səndən işim yoxdur. Dedim, mən sənə dedim, mən Zahir Nəbioğlu Sarı verdi ki, oxuyanlar, mən dedim ki, Tacir Şahmalıoğlu kimi oxuyanlar çoxdur Azərbaycanda. Azərbaycanımızda bir Tacirdən ibarət deyil, Cabir Abdullayev var, Azərbaycanda Mənsum İbrahimov var, Allah rəhmət etsin, Arif Babayev olub, Səxavət Məmmədov, nə bilim, Qədir Ustamov, böyük sənətkarlarımız çoxdur. Hər janrda oxuyanlar var, Təyyar Bayramov, nə bilim, Babək, o qədər oxuyanlarımız var ki, bir Tacirdən ibarət deyil ki, Samir Cəfərov, çoxdur da oxuyanlarımız. Nəysə, yəni bir deyil, beş deyil, Mirələm var, nə bilim, Güllü Muradova var, Günay İmamverdiyeva var, Səbinə Ərəbli var, yaxşı sənətkarlarımız çoxdur, Gülzar Fərəcova var, nə bilim, yaxşı Tacir, sənin hansı dövlət tədbirində iştirak edirsən? Bax, bizim o xanəndələrimiz dünyanın hər yerində muğam oxuyurlar, gedirlər, dövlətimizi təbriq edirlər, muğamlarımızı oxuyurlar. Sən harada oxumusan, ha? Moskvaya gedib kafedə oxuyursan, orada deyirsən ki, mən, nə bilim, Moskvada gedib oxumusanız, o vaxtı erməni mahnısı oxumusunuz, nə qalmışsınız, deyirəm. Bəyəqki o videonda mən paylaşmışdım, mənim dostum Təranə Qumral, Təranə Müsocütlüyü mən çox sevirəm, əziz dostlarımdır. Mənə xahiş elədi, belə bir yerantı verdi ki, dedim, mən onu sil. Dostum üçün o videonu sildim orada. Tacir, başına böyük danışma, ağıllı ol. Və sən ilişirsən ki, Namiq Haca getdi, oğlun da Kərbala getdi. Sən Allahın, əlhəmdülillah, mən namaz qılıram, oruç tuturam, ondan sonra müqəddəs yerləri gedib ziyarət eləmişəm, şükürlər olsun Allaha, həmd olsun Allah. Mən demirəm ki, mən günahım yoxdur. Ən günahkar insanam mənəm. Mən özümü günahkar bilirəm. Hər bir insan özünü günahkar bilməlidir. Amma sən çıxırsan özünü tərifləyirsən, burada mən Bağdadda kör xəlifə. Mənə keçən dəfə dedin ki, mənim şəkərim var. Daha dedim ki, Tacir, sən mənim bayramda bir söz demə. Mən də sən bayramda bir söz deməyəcəm. Söhbəti bağlayaq. Bugün çıxırsan Vüsalə Əzadənin verişində danışırsan. Vüsalə Əzadənin verişində isə vaxt qalmaq olmur. Deyək ki, Namiq dostumuzdur, belədir. Mənə efirə zəh vururlar ki, bəs qoşul efirə bir hasosyon qaydırsan, orada deyirsən, Namiq saç salıb Bakılı mahnısı oxuyub. Və Azəri torpağını oxumuşam, Eyüp Yaqubovun xalq artisti. Sənin Eyüp Yaqubov səviyyəsinə çatmağa minəsir var. O səviyyə qalxa bilməzsən. Bir də ən elitə toylarda Eyüp Yaqubovdur, Eyüp Yaqubovun o mahallarıdır. Sən özünə sayırsan, hə? Sənin başqa nə işlər gəlib, nə eləyiblər sənin toylarda, nə quşlamısan, bığını qırxdırıblar, nə bilim, sənə nə bilim, Moskva toyunda erməni mahnısı oxumusan, sənin nə üstündə tutublar neçə dəfə, Xətai polisi, prokuratura, çox şeylər bilirəm, ağıllı ol. 61 yaşın var, qızın, oğlun, bugün sabah nəvələrin zadın olacaq, ayıbdır. Birini deyəsən, 15-ini deyəcəm, sənin yanında mən başım aşağı deyil, adamı tanı, ha. Efirdə sual verdilər, deyirəm ki, bəs belə. Tacir kimi oxuyanlar çoxdur, sən nə çestinə deyir, qayıdıb mənə deyirsən, nə bilim, bu aşıq deyil, nə bilim, saz sürür, nə qədər. Mən sazı mədəni formada ifa edirəm, mən bu boyda tələbələr yetişmişəm, bu boyda layihələr etmişəm, 1 milyondan çox aşıq sənəti üçün efirlərə pullar xərcləmişəm. Sən nə iş görmüşsən, hə? Gel o kafelərdə, orada bayağı mahnılar oxuyursan sən. Bir dənə o vaxt Bayat Şiraz oxumuşsan, orada bir şəhər ki, ustadına kəm baxa, onun gözlərindən qan damar. Sən Murad müəllimin o hansı ki, Qarabağ bilbirlər, onun üzraq oldun, hə? Eşək işlə naibdir. Sənin cavabını Fədayənin Lasının bacısı efirdə danışmışdın ki, Fədayə ilə bağlı cavabını verdi. Bir çoxlar sənin cavabını verdi. Nə danışsan, hə sən? Ağıllı ol da. Ayıb deyil. Sakizə biz dedim ki, söhbəti bağla da. Uzatmaq sən uzadaq, nə deyirsən, sən dəqiqədə bir çıxırsan orada efirdə özündən deyirsən, Namiqə Zeynəb xanlar var, söz deyib, biz söz deyə bilmərik. Hələ sən kimsən, mənə nə söz deyəsən? Mənim verişimdə də həmişə ustadlar olub, xalq artistlər olub, dahilər olub. Bəli, Zeynəb xanlar mənim bayramda söz deyib, sağ olsun. Sənin bayramda kim deyib? Sənin kimi 100 dənə tacir olsa, Zeynəb xanlar bunun barəsində bir söz deməz. Sağ olsun, mənim bayramda söz deyib, o sözə layiqəm deyib. Vallahi sənə deyirəm, xəbərdar edirəm sənə. İndi efirdə Vüsalənin verişində bayaq dedim, Vüsalə Əzadənin verişində. Bəzi yerləri kəsdilər, amma mənim telefonumda hansı ki, onları çoxu paylaşdım. Yenə deyirəm, yığışdırmasan özün, mən bilirəm sənin barəndə nələr deyəcəm, ağıllı ol. Bu qədər.